Salam uşaqlar, hər vaxtınız xeyir. Baxırıq İREM testində sifət bölməsindəki sualların izahına. Uyğunluğun pozulduğu variantı bizdən istəyir. Birlikli keyfiyyət bildirən sifətdir. Bəli, bir insanın, yəni baxan kimi onun birlikli və ya birliksiz olduğunu bilmirik. Yəni bir insanı tanımalıyıq ki, onun birlikli və yaxud birliksiz olduğunu bilək. Ona görə birlikli keyfiyyət bildirən sifətdir, doğrudur. Alabulanıq azaltma dərəcəsində olan sifətdir. Bu da doğrudur. Bədxasiyyət quruluqca sadə sifətdir. Bədxasiyyət quruluqca mürəkkəbdir. Nəyə görə? Çünki orada bəd və xasiyyət sözlərinin birləşməsinə əmələ gəlir. İki müstəqil leksik mənalı söz olduğuna görə buna nə deyirik? Quruluqca mürəkkəb sifət deyirik. Hansı sifətlər azaltma dərəcəsindədir? Apaq, ağappaq, çoxaltma dərəcəsindədir. Kəmkəsir, kəmkəsirli, kəmağıl. Burada ağıl sözünün isimdir və kəm sözü sifətin qarşısında gələrək azaltma dərəcəsi yarada bilər. Ona görə B variantında çıxırıq. Kəmbəxt, açıq-aşkar, açıq-aydın, açıq-aşkaran, açıq-aydın azaltma dərəcəsində olan sifətlər deyil. Həmçinin kəmbəxtdə, kəmturş, kəmşirin, alaçi. Burada turş sifətdir, şirin sifətdir, çiğ də sifətdir və bu hissəciklər qarşısında gələrək azaltma dərəcəsini yarada bilər. Cavab D variantıdır. Sifətlərin birinin leksik mənası düzgün verilməyib. Şaquli, şaqul kimi yuxarıdan aşağıya inən, şaqul vəziyyətdə olan, şaqul xətt, bu doğrudur. Armudu yay aylarında yetişən, şirə çəkmək üçün istifadə edilən armud növü xeyr. Armudu formadır, yəni armudu stəkan olur formadır. Hansı sifət çoxaltma dərəcəsindədir? A variantıdır, ən sevimli. Ən ədatı, sevimli sifətinin qarşısında gələrək çoxaltma dərəcəsi yaratmışdır. Cədvəldəki səhvi bizdən istəyir. Aslı tərəf. Aslı tərəf həmişə birinci növ təyin söz birləşmələrindən söhbət gedirsə, birinci tərəf aslı tərəf olacaq, ikinci tərəf əsas tərəfimiz olacaq. Deməli, bunlarda hər birinci tərəf bizim nəyimiz olacaq? Aslı tərəfimiz. Şor suda aslı tərəf şor sifətdir. Dəri çantada dəri isimdir. Sağ sifətdir, ipək isimdir. Turş sifətdir, rezin isimdir. Əzik sifətdir, dəmir isimdir. Şuşalı, şuşalı sifət deyil, şuşalı isimdir. Şit isim yox, sifətdir. Ona görə E variantında bizim uyğunluğumuz pozulmuşdur. Sifətlərdən biri azaltma dərəcəsindədir. Kəmsavad, savad isimdir deyə kəmsavad azaltma dərəcəsində götürə bilmərik. Baxın, dərəcə əlamətləri sifətin kateqoriyalarıdır. Yəni biz ismin qabağına bu hissəcikləri qoyaraq və başqa nitq hissəsinin qarşısına bu nitq hissələrini, bu hissəcikləri qoyaraq azaltma dərəcəsi yarada bilmərik. Xırdaca çoxaltma dərəcəsi də, ağappaq çoxaltma dərəcəsi də, açıq-aydın ümumiyyətlə azaltma dərəcəsində olan söz deyil. Gödərək isə azaltma dərəcəsində olan sifət kimi götürə bilərik. Biri ümumi məna qrupundan kənara çıxır. Ümumi məna qrupu deyəndə nədir? Yəni nitq hissəsini nəzərdə tutur. Nitq hissəsi olaraq fərqlidir. Uşaq isimdir, igid sifətdir, imtiyazlı sifətdir, körpə sifətdir, kor sifətdir. Ona görə də A variantı bizim cavabımızdır. Sonra baxırıq 2-ci suala. Baxırıq 8-ci suala. Deməli, sifətlərdən biri ümumi məna qrupundan yenə kənara çıxır. Yəni nitq hissəsi olaraq bizə deyir ki, fərqlidir. Çalışqan sifətdir, bədniyyət sifətdir, keyfiyyətli sifətdir, kiçik sifətdir, kiçik sifətdir, düşüncəli yenə sifətdir. Biri ümumi məna qrupundan kənara çıxır. Deməli, çalışqan, bədniyyət, keyfiyyətli, düşüncəli keyfiyyət bildirir, kiçik isə əlamət bildirir. Ona görə cavab C variantı olacaq. Sonra cümlədəki sözün sifət olduğunu necə müəyyənləşdirmək olar? Ümumi qrammatik mənasından təbii ki. Sual veririk, ümumi qrammatik mənasından bilirik ki, o sifətdir və yaxud sifət deyil. Sual verməklə müəyyənləşdirə bilmərik. Çünki bəzi sifətlər isimləşir, isimləşdikdə belə sifət olaraq qalsa da ismi sualına cavab verəcək. Onda o isim olaraq götürməyəcək ki. Yəni ona görə A variantını götürmürük. Hansı sifətlər azaltma və çoxaltma dərəcəsində işlənə bilmir? Bizim bir qrup sifətlərimiz var idi ki, onlar dərəcə əlamətini qəbul edə bilmirdilər. Bunlar hansılar idi? Məsələn, xarici sözünü biz azaltma və çoxaltma dərəcəsində istifadə edə bilmərik. Bacarıqlı, ən bacarıqlı istifadə edə bilirik. Sinifdəki, dakidəki şəkilçisi idi, bəzi sifətlər idi. Bunlarda dərəcə əlaməti qəbul edə bilmirdi. Ona görə 1-3 bizim cavabımızdır. Düz, güclü, bunlarda da istifadə edə bilərik. Cümlələrin birində sifət yalnız hansı sualına cavab verir? Hansı sualına cavab verənlər hansıdır ki, daki şəkilçisi vasitəsilə düzələnlər hansı sualına cavab verə bilirdi?
Deməli, baxaq Ç-dakı hardadır? Ç-dakını biz görürük E variantında. Sabahki günə hamı tam hazır idi. Necə deyə bilmirik? Yəni, hansı sualını veririk? Biri sintaktik üsulla yaranmış çoxaltma dərəcəsində olan sifətdir. Deməli, sintaktik üsulla necə yaranacaq? Ən, lap, çox, daha hissəciklərinin köməyi ilə yarana bilər. Bir də düm hissəciyinin köməyi ilə yaranacaq. Sintaktik üsulla yaranmış çoxaltma dərəcəsi burada C variantını götürəcəyik. C variantı bizim cavabımızdır. Sonra sifətin bəziləri ancaq adi dərəcədə olar fikrini hansı nümunə əsasında təsdiq etmək olar? Baxırıq, burada deməli bildir ki, ki ilə, dakı ilə düzələn sifətlər ancaq azaltma dərəcəsində olurdu. Biri götürürük, 2 ən qoca deyə bilərik, təmiz, ən təmiz deyə bilərik. Xarici sözü, yəni dərəcə əlamətini qəbul etmir. Aylıq, bəzi lıq şəkilçisi vasitəsilə düzələn sifətlərdə dərəcə əlamətini qəbul etmirdi. Bacarıqlı, ən bacarıqlı deyə bilirik. Deməli, biz götürdük 1, 4, 5, 5-ci variantı. Biri sifət deyil. Gümüşü sifətdir. Baxın, gümüş sifət deyil, isimdir. Amma gümüşü sifətdir. Çünki ü leksik şəkilçisi gümüş isminin üzərinə artırılaraq gümüşü sifətini yaradıb. Uzunsov sifətdir, balaca sifətdir. Qızıl isə isimdir. Qızıl nə? Qızıl. Sonra zərfdən düzəlmiş sifəti seçməliyik. Zərfdən dünənki sözüdür. Dünən zərfinə ki şəkilçisi qoşulur və dünənki sifətini əmələ gətirir. Sonra İsmin xüsusiyyətini daşıyan sifəti seçin. Yəni, isimləşmiş sifəti deyir. Altıncılar imtahana gec gəlmişlər. Kim altıncılar? Burada saydı ismin xüsusiyyətini daşıyan. Qoca dayı işini ürəklə görürdü. Hansı dayı? Qoca dayı. Burada isimləşməyib. O bağdan qırmızı alma dəyərdi. Necə alma dəyərdi? Burada da isimləşməyib. Elələrini mən çox görmüşəm. Burada əvəzlikdir isimləşən. Elə əvəzlidir. Yaxşılara yaxşı deyin sağlığında. Baxın, yaxşı adamlara yaxşı adam deyin sağlığında. Burada yaxşı sözü adam ismini itirərək lar, lər, cəm şəkilçisini qəbul edib və avtomatik sifətin ismin yerinə keçib. Ona görə cavab E variantıdır. İsmin xüsusiyyətini daşıyan sifət buradadır. Sonra keçirik növbəti suallara. Baxaq görək, video çəkilmir. Bəli. 17. Qaladakılar son nəfərinə kimi müdafiə olunurdular. Cümləsinin altından xətt çəkilmiş sözün morfoloji təhlilindəki səhv tapın. Əşyanın adını bildirir. Qaladakılar. Baxın, qaladakılar sifətli isimləşib. İsimləşsə belə sifət olaraq qalır. Yəni, bunu necə izah edək? Təsəvvür edin, bir insan sizin paltarınızı geyinir, çıxır çölə. Amma siz olur, yəni o, xeyr. Yəni, siz olmur, özü olaraq qalır. Sifət də burada ismin yerində çıxış eləsə də yenə sifət olaraq qalır. Yəni, morfoloji cəhətdən yenə sifətdir. Əşyanın adını yox, əlamətini bildirir. Sadəcə sifət isimləşib. Yəni, cavab olacaq nə? Cavabımız olacaq A variantı. Uyğunsuzluğu seçin. Deməli, sifət necə? Say. Sifət necə? Baxın, zərf. 2 zərfdir. Əvəzlik, elə belə əvəzlikdir. 2 saydır. Azlıq isimdir. Amma sifət necə əvəzlikdir? Sifət deyil. Sadəcə sifətin sualıdır. Bütün əsas nüqsələrinin sualı nə adlanırdı? Sual əvəzliyi adlanırdı. Quruluşca düzəltmə olan sözün sifət olmasını necə bilmək olar? Təbii ki, əlamət və keyfiyyət bildirilməsindən sifətin əsas vəzifəsi nə idi? Əşyanın əlamət və keyfiyyətini bildirirdi. Ona görə də C variantı. Hansı nümunədə nöqtələrin yerinə dəftər sözü əlavə olunsa, sifət alınar? Dəftərçə isimdir. Dəftərdən, burada da isimdir, çıxış qaldı olan isimdir. Dəftərdəki, dakidəki nə düzəldir? Sifət düzəldən leksik şəkilçidir. Baxın, dakidəki şəkilçini harada görməyinizdən asılı olmayaraq həmin söz nə adlanacaq? Sifət adlanacaq. Doğru yanlış xanasında uyğunsuzluğu tapmağımızı istəyir. Deməli, sifət qoca. Qoca nədir? İsimdir. Xeyr, yanlışdır. Yanlışa plus qoyduğuna görə bu doğrudur. Körpə sifətdir. Doğruya plus qoyduğuna görə bu da doğrudur. Sonra çağa. Çağa isimdir. Doğruya plus qoyduğuna görə doğrudur. Uşaq sifətdir. Yanlışa plus qoyduğuna görə bu da uyğun variantdır. Qulluqçu isimdir. Amma yanlışa plus qoyduğuna görə uyğunsuz cavabımız E variantıdır. Yəni, bura qoymalıydı plusu. Qulluqçu çünki isimdir. Arif mağazadan aldığı qara köynəyin rəngini tünd olduğunu hansı ilə söyləyə bilməz. Bəli, yəni deyir ki, çoxaltma dərəcəsində işlədə bilməz. Onu deyir. E variantı. Yalnız azaltma dərəcəsini düzəldir. M-pırısı ilə düzələ bilir çoxaltma dərəcəsi, ənlə, tündlə, zillə düzələ bilir. Amma yalnızla azaltma dərəcəsini düzəldirik.
Hansı nümunədə altına xətt çəkilmiş söz adi dərəcədə olan sifətdir? Taxta isimdir, çıxdıq. Gülən feil sifətdir, çıxdıq. Görüləsi feil sifətdir, çıxdıq. Yadellilərin hücumu qarşısında söz adi dərəcədə. Yadelli. Yadelli də sifət deyil. Yox, yadellilərin deyir ki, nümunədə altından xətt çəkilmiş söz adi dərəcədə olan sifətdir. Bəli, elə cavab D variantıdır. Nəyə görə? Yadelli sifətdir və adi dərəcədə olan sifətimizdir. Bayaq çaşdıq. Vəlinin verdiyi kitab olduqca maraqlı idi. Burada da maraqlı sözünün əvvəlinə olduqca sözü gəlib və çoxaltma dərəcəsini yaradıb. Ona görə burada bizim cavabımız olacaq D variantı. 24-ə baxırıq. Güclü sifətinin çoxaltma dərəcəsində işlətmək üçün hansı köməkçi nitq hissəsindən istifadə olunur? Təbii ki, ədatdan. Ən güclü, lap güclü, daha güclü, üzərində rəqəm qoyulmuş hansı sözü cümlədən çıxarsaq, sifət adi dərəcədə olar. Baxın, çox yaxşı idi. Burada çox sözü ədatdır. Yaxşı sifətinin qarşısında işləyərək çoxaltma dərəcəsini yaradır. Yəni 5-i götürsək, cümlədən olacaq adi dərəcədə. Eyni sözün təkrarı ilə yaranmış mürəkkəb sifəti seçin. Eyni sözün təkrarı ilə. Birdən qaça-qaç düşdü, qaça-qaç isimdir. Dostuna yaxşı-yaxşı baxdı. Nə tərzdə yaxşı-yaxşı? Burada yaxşı-yaxşıdan sonra feil gəldiyinə görə bu zərfdir. Əli çox soyuqqanlı hərəkət etmişdi. Burada eyni sözün təkrarı deyil. Havalar tez-tez dəyişirdi. Tez-tezdən sonra feil gəldiyinə görə tez-tez burada nədir? Zərfdir. Xırda-xırda çiçəklər, bəli, xırda-xırda nədir? Eyni sözün təkrarından yaranmış sifətdir. Və yadda saxlayın, eyni sözün təkrarından yaranmış sifətlərdən sonra gələn isimlər cəm şəkilçisi qəbul etməlidir. Yəni, təkdə olsa, burada norma pozuntusu hesab olunacaq. 27-yə baxırıq. Doğru sözə düz ilqara aşiqəm misrasındakı sifətlərin morfoloji təhlillə bağlı səhvi bizdən istəyir. Hər iki sifət quruluşu eynidir. Doğru. Burada doğru sözündən, bir də düz sözündən söhbət gedir. Hər iki sifət quruluşu eynidir. Bəli, doğru və düz sadədir. Hər iki sifət amonimdir. Doğru, bir də düz. Bəli, evə doğru qoşma kimi işlənəcək. Bir də doğru əsas nitq hissəsi kimi amonim olacaq. Düz sözü. Düz sözdə 5 məqamda amonim kimi işlənən bir sözdür. Bu da doğrudur. Sifətlərdən biri düzəltmə, o biri isə sadədir. Xeyr, burada hər ikisi sadədir. Səhv C variantıdır. Sözlərdən biri həm sifət, həm də isim kimi işlənə bilər. Həm sifət, həm də isim kimi işlənsin. Burada dar söz olacaq. Dar ağacı mənasında, isim kimi işlənəcək. Dar paltar mənasında, dar küçə mənasında olacaq sifət mövqeyində. Sonra 29. İsmi xüsusiyyətlərini daşıyan sifətdə özünü göstərən əlamətlərdən biri yanlışdır. İsmin xüsusiyyətini, dərəcə əlamətini saxlayır, necə hansı suallarına cavab vermir, nitq hissəsi kimi sifət sayılır, cəmlənir, cümlədə təyin olur. Cümlədə təyin ola bilməz. İsmin xüsusiyyətlərini daşıyan sifət özünü göstərən əlamətlərdən biri yanlışdır. Cümlədə təyin olmayacaq artıq, əgər isimləşibsə. Dərəcə əlamətini saxlayacaq, necə hansı suallarına cavab verməyəcək, nitq hissəsi kimi sifət sayılacaq, cəmlənəcək, amma cümlədə təyin olmayacaq. 30-a baxırıq. Birinci tərəfi sifət olmayan söz birləşməsini seçin. Cavab A variantıdır. Rezin sözün bayaq dedik ki, isimdir. 31. Aşağıdakı sifətin morfoloji təhlilindəki səhvi bizdən istəyir. Yalnız hansı sualına cavab verir? Tərkibində 2 şəkilçisi var. Tərkibində 2 yox, tərkibində 1 şəkilçisi var. Aşağı sözü zərfdir, daki da leksik şəkilçidir. Zərfdən düzəlib, bəli, düzəltmə sifətdir, bəli, adi dərəcədədir, bəli. Ona görə cavabımız 31-də B variantı olacaq.